Proqramın gözünə pis görünən tətbiqləri avtomatik silmənizi istəyir və buna WhatsApp Plus və yaxud da digər WhatsApp Plus kimi qanunsuz proqramlar da daxildir. Misal üçün baxın, mən az öncə bir faylı ləğv etdim. Arxayın oldum ki, bu dəqiqə casus tətbiq yox. Bu belə açıq vəziyyətdə olduğunda baxın, ekrana da qəribə bir təhlükəsizlik işarəsi falan gələ bilər. Nəzərinizdə saxlayın ki, bu funksiya bizim telefonumuzun antivirusudur. Telefonumuzu və bank məlumatlarımızı dələduzlardan necə qoruya bilərik? Mütləq diqqətlə baxın. Bəli dostlar, göstərəcəyim bu ayarlar bütün Android telefonlar üçün keçərlidir. Gəlin sürətli şəkildə telefonumuzda ayarlara daxil olaq və buradan biraz aşağı tərəfə sürüşdürək. Görəcəksiniz ki, sizdə gizlilik qoruması deyə bir şey var. Az öncə də qeyd etdiyim kimi Samsung olsun, Xiaomi olsun, fərq etmir, bütün telefonlarda bu ayarlar var. Bu gizlilik qorumasına daxil olacaqsınız və burada görəcəksiniz ki, icazələr gələcək. Siz buradan bütün icazələr deyin və telefonda olan bütün icazələr burada sizə qarşılayacaq. İndi bizim bura girməkdə məqsədimiz odur ki, hansı proqram hansı funksiyaya icazə istəyir, onu öyrənməyimizdir. Misal üçün bax, bizə burada fayllarımızın, məlumatlarımızın, bank məlumatlarımızın və yaxud da telefonumuzun dələduzlardan qorunması üçün fotolar və videolar, kamera, kontaktlar, məkan, mikrofon, SMS, telefon, bunun kimi vacib məlumatlar lazımdır. Ona görə də ilkin olaraq burada biz foto və videolar bölümünə giririk və burada gördüyünüz kimi müəyyən proqramlar gəlir. Bir sürü də burada proqram qarşılayacaq sizin. Baxın, hansına güvənmirsinizsə, hansı sizin telefonunuzda yoxdursa və gözünüzə yad görünürsə, onu buradan aradan qaldırın. Baxın dostlar, burada misal üçün mən görürəm ki, Gallery, Please, nə bilim, nə deyə bir şey var. Android logosu var. İcazə verilib buna, fotolar və videolara. Nə olduğunu bilmədiyimə görə icazə verməyin olaraq seçirəm. İndi istifadə etdiyim bir proqramın faylıdırsa yenə, gələcəkdə yəni avtomatik çıxacaq qabağıma, yenə icazə verərəm. Bu problem deyil. Əlavə olaraq gözünüzə nə pis görünürsə, yad görünürsə, ləğv edin, getsin. Məndə yad bir şey yoxdur. Yad şeylər aşağıda var. Baxın, Trendyol falan var, Smart Customs falan var və yaxud da Get Apps deyə proqramlar var. Əlavə gərəksiz nə olacaqsa üstə mən onu ləğv edəcəydim. Daha sonra biraz aşağı düşün, gəlin yenə kamera bölümünə girin. Burada da baxın, gözünüzə yad nə görünürsə onu da ləğv edin. Məndə də yenə az öncəki kimi heç bir şey görünmür. Daha sonra eyni qaydada burada kontaktları da yoxlayın. Yəni gözünüzə hansı proqram düzgün görünmürsə, telefonunuza yükləmədiyiniz bir şey görünürsə, onu ləğv edin. Bunu həmçinin az öncə qeyd etdiyim kimi kontaktlarda yoxladınız. Daha sonra telefonda, daha sonra zəng qeydlərində, belə şeylərdə də baxın ki, içərisində vacib məlumatlar ola bilər və casus tətbiqlər varsa onları aradan qaldırın. Misal üçün baxın, mən az öncə bir faylı ləğv etdim. Arxayın oldum ki, bu dəqiqə casus tətbiq yoxdur. Düzdür, o casus tətbiq olmasa belə ləğv eləməyiniz vacibdir. Çünki logosu falan yox idi o proqramın. Daha sonra yenə bu gizlilik qoruması bölümündə bir ədəd də funksiyamız var bizim. Az öncəki yerə gəlin və buradan xüsusi icazələr deyə bir şey görəcəksiniz. Bura girdikdən sonra istifadə girişi deyə bir şey görəcəksiniz. Baxın, məndə aşağılarda da sizdə yeri fərqli ola bilər bunun. Bura çünki çox vacibdir. Baxın, sizin telefonunuza girişə icazə verməyiniz kimi bir şeydir buradakı tətbiqlər. Baxın, burada da yad nə görürsünüzsə onu ləğv edin. Baxın, məndə gördüyünüz kimi bu proqramlar var. Hamısı telefonun özünündür. Sadəcə burada X-Recorder və Trendyoldan başqa X-Recorderi bildik. Bu dəqiqə video falan çəkirəm deyə o proqramı işlədirəm, amma Trendyolu mən istifadə etməsəm belə bunun istifadə girişinə icazəsi olmamalıdır əslində. Onsuz da gördüyünüz kimi bağlıdır. Bu belə açıq vəziyyətdə olduğunda baxın, ekrana da qəribə bir təhlükəsizlik işarəsi falan gələ bilər. Yəni açıq olursa bu formada proqramlar mütləq bağlayın. Temudur, Trendyoldur və yaxud da kənardan nə yükləmisinizsə heç birinə qətiyyən icazə verməyin. Eynən belə X-Recorder kimi müəyyən tətbiqlər falan bəzən icazə istəyə bilər. Belə şeylərə olar, amma yad tətbiqlər qətiyyən bura buraxmayın. Daha sonra Google Play Store-da da bir özəllik var. Gəlin biz də daxil olaq. Bu Play Store-da olan özəllik bütün Android telefonlarda var. Girəcəksiniz Google Play Store-a və sağ üstdən profil logonuza klik edəcəksiniz və burada görəcəksiniz ki, Play Protect deyə bir özəllik var. Bunun üstünə klik edəcəksiniz və nəzərinizdə saxlayın ki, bu funksiya bizim telefonumuzun antivirusudur. Telefona siz nə yükləyirsinizsə, hamısını bu antivirus skanlamasından keçirdir və virus falan varsa avtomatik onu aşkarlayır və silmənizi istəyir. Buradan sağ üstdən baxın, ayarlar işarəsi var. Buna klikləyin və 2 ədəd funksiya var. Bunlar bağlıdırsa mütləq bunları açın, çünki telefonun ən vacib antivirus özəlliyi buradadır. Açın bunları, görəcəksiniz ki, skanlama edəcək. Hətta belə indi də edə bilərsiniz. Baxın, mən bu dəqiqə skanlama edirəm. Sonra mənə qeyd edir ki, heç bir casus proqram falan yoxdur. Arxayın ola bilərsiniz. Altda da tətbiqlər görünür burada. Yəni telefonunuza kənardan nə yükləyirsinizsə hamısını yoxlamadan keçirilir. Proqram
proqramın gözünə pis görünən tətbiqləri avtomatik silmənizi istəyir və buna WhatsApp Plus və yaxud da digər WhatsApp Plus kimi qanunsuz proqramlar da daxildir. Ona görə də çalışın heç ümumiyyətlə elə bir şey istifadə etməyin. Etsəz belə çalışın bu funksiya telefonunuzda açıq olsun. Və dostlar, bundan əlavə bunun kimi bir vacib funksiya da var. Yenə bu da bütün Android telefonlar üçün keçərlidir. Telefonunuzda çalışın ekran kilidi olsun. Baxın, şifrələr və təhlükəsizlik bölümünə girdim. Ekranda məndə ağır bir kilit var. Yəni rəqəmlərdən ibarət bir kilit var. Çalışın buna da doğum tarixinizi falan və yaxud da hər hansı başqa bir tarixi qoymayın. Ağlınızdan bir rəqəm bəlli edin. Onsuz 4 rəqəm və 4 rəqəmdən yuxarı yaza bilirsiniz. Elə bir şey qoyun və yaxud da klaviatura ilə yazılan adi hərfli kilit formalarından falan da qoya bilərsiniz və bunun da yanında barmaq izi və üz tanıma kimi özəllikləri də açın ki, bunlar da mükəmməl funksiyalardır. Tutaq ki, ekran kilitini falan yaddan çıxarsaz, bu barmaq izi falan sizin köməyinizə çata bilər, amma bunların hamısını tam sıxı şəkildə işlətsəz, gələcəkdə heç bir problem yaşamayacaqsınız. Tutaq ki, bu telefonu siz buraxmısınız masanın üstünə, bir yerə getmisiniz restoranda falan, telefonunuzu biri götürüb ələ keçirdi, başınıza oyun açmasın. Yəni belə şeylərə çalışın, diqqət edin. Qətiyyən telefonunuzu kilitsiz buraxmayın. Çünki bu da vacib məsələlərdən biridir. Bəzən belə şeylər olur. Kimsə birinin telefonunu götürür, gizlincə bir şey eləyir. Həmin istifadəçinin xəbəri olmur. Sonra 1 aydan, 2 aydan sonra xəbər tutur ki, belə bir şey olubmuş mənim adıma və bu da böyük ziyançılıq deməkdir. Ona görə bu da vacib məsələdir. Xahiş edirəm, buna da diqqət edin. Bəli dostlar, telefonda göstərəcəyim ayarlar bunlar idi. İndi müəyyən 1-2 dənə sizə tövsiyələr verəcəm. Bunlara da diqqət edin. Baxın, bunlar da çox vacibdir. Eynən telefon ekran kilidi kimi, Play Protect kimi bunlar da çox vacibdir. Deməli, bildiyiniz kimi biz telefonumuzda linklərə daxil oluruq, amma bu linklərə daxil olarkən nələrə diqqət etmək lazımdır? Qısaca onu qeyd edim. Dostlarınızın, tanışlarınızın atdığı linklər heç, yəni biri birinə götürür, TikTok videosu atır, YouTube videosu falan atır. Bunlar heç. Bunlardan əlavə sizin tanımadığınız müəyyən istifadəçilər gəlib sizə linklər ata bilər ki, aşağıda sənin haqqında pis bir video yayılıb, ona baxmağını tövsiyə edirəm və link göndərir sizə. Sizə də maraqlı gəlir ki, görəsən mənim haqqımda nə deyiblər deyib həmin videoya klikləyirsiniz və bu zaman bütün bank məlumatlarınız, hesablarınız, daha sonra digər nə məlumatlarınız, şəkilləriniz, videolarınız falan varsa, hamısı dələduzların əlinə keçir. Ona görə də çalışın. Tanımadığınız nömrələrdən sizə mesaj gəlibsə, heç o mesaja qətiyyən girib baxmayın. Atın o nömrəni bloka, silin mesajı, çıxsın, getsin. Yəni buna dostlarınız falan daxil deyil. Düzdür, yenə dostlarınız falan atanda da linklərə yaxşı-yaxşı baxın. Onsuz YouTube-a, TikTok-a, Instagram-a aid olan linkləri özünüz bilirsiniz ki, www.instagram.com filan şey belə şeylər yazılır. Eynən TikTok-da da belədir. www.tiktok.com vk falan belə şeylər yazılır. Bilirsiniz ki, bu TikTok-a aiddir, Instagram-a aiddir. Yəni giriş edərkən bu domain ünvanlarına diqqətlə baxın. Bəzən o domain ünvanlarında da səhvlər ola bilər. Yəni dələduzlar o domain ünvanının başına elə bir oyun açır ki, yəni linklər eynən həmin sosial şəbəkəyə məxsus kimi görünür, amma girdiyinizdə başqa bir şey açılır və bütün məlumatlarınız onlara göndərilir. Çalışın bu link məsələsinə diqqət edin. Biraz məsuliyyətli olsaz bu məsələdə heç bir şey gəlməyəcək bu tərəfdən başınıza. Və daha sonra bir məsələ də var ki, telefonunuzda gələn zənglərə diqqət etməlisiniz. Bildiyiniz kimi, yaxın bir müddətdə Azərbaycanda belə bir söhbət trendə düşmüşdü ki, yəni 9990 və 7772 kimi nömrələrdən istifadəçilərə zəng gəlirdi və belə bir məsələ də var idi ki, həmin gələn zəngləri açan kimi bizim bütün məlumatlarımız onların əlinə keçirdi. Yəni orada heç bir məlumatı deməsək də, linkə falan klik etməsək də zəngi açmağımız bəs edirdi. Belə bir söhbət var idi. Düzdür, yəni belə şeylər ola bilər. Yəni olmuyor demirəm mən burada. Ola bilər. Ona görə də çalışın, gələn zənglərə də diqqət edin. Ev ünvanlarını bilirsiniz. Yəni Bakının özünün ünvanı var, daha sonra digər rayonların ünvanları var. Onsuz Bakıdan sizə zəng gəlirsə və yaxud da hər hansı bir şirkətdən zəng gəlirsə, bunu bilirsiniz. Çalışırlar sizə ev nömrələri kimi nömrələrdən zəng edirlər. Misal üçün 024, daha sonra 012 kimi nömrələr olur. Yəni nömrənin əvvəli elə olur, daha qalanı isə misal üçün 448 56 56 belə bir nömrə olur. Bilirsiniz ki, bu hər hansı bir şirkətə aiddir. Heç bir problem çıxa bilməz bundan. Amma qısa 3 rəqəmli, 4 rəqəmli nömrələrdən zəng gələndə çalışın, buna diqqət edin. Mümkündürsə, yəni o qədər də vacib bir şey kimi qəbul eləmirsinizsə, elə qısa nömrələri bloklayın getsin, heç qətiyyən açmayın. Belə şeyləri nəzərdən keçirsəz və diqqət etsəz, heç bir zaman sizi bu formada zənglərlə aldada bilməzlər. Və dostlar, bundan əlavə olaraq da özümüzün tanışlarımızın başına gəlmişdi deyə bunu sizə deyirəm.
Baxın, bu telefonunuzu çalışın dostunuz olsun, tanışınız olsun, atanız olsun, ananız olsun, belə şəxslərə əmanət edərkən diqqət edin. Yəni bizim tanışlardan birinin başına iş gəlmişdi. Telefonun kilidi açıq-açıq qoymuşdu masanın üstünə, özü də bir müddətdir getmişdi və həmin o insanın başına telefon ekranının kilidi açıq qalmışdı deyə və dostu da oradaydı deyə o şəxsin başına çox ciddi pis bir iş gəldi və yəni ciddi şəkildə başı ağrıdı. Ona görə də çalışın telefonunuzu dostlarınıza, tanışlarınıza əmanət edərkən diqqət edin, elə edin ki, təhlükəsiz insanlar olsun. Az öncə atanız, ananız da dedim, düzdür, bunlar təhlükə yarada bilməz. Amma yenə də siz çalışın, qarantini əldən verməyin və telefonunuzdur və yaxud da bunun kimi şəxsi əşyalarınızdır, onu çalışın sahibsiz bir şəkildə boşluqda qoyub getməyin. Eynən necə kaşlokunuzu, yəni pul qabınızı necə stolun üstünə qoyub dostlarınızın yanında bir yerə getmirsiniz, əmanət eləmirsiniz onlara. Telefon da eynən kaşlok, yəni cüzdan kimi bir şeydir. Buna da diqqət edirsiniz. Çalışın o formada şeyləri ən azından masanın üstünə qoyacaqsınızsa, çalışın ekranın kilidi olduğu şəkildə qoyun. Ekran kilidi olduğunda özünüz bilirsiniz ki, onlar açıb sizin məlumatlarınıza toxuna bilməz və yaxud da hər hansı bir yerə komment falan yaza bilməz. Ona görə də bu məsələyə də diqqət edirsiniz. Bu da çox vacib məsələlərdən biridir. Və son iki məsələ haqqında da qısa məlumat verim və videomuzu sonlandıraq. Az öncə mən sizə WhatsApp Plus falan dedim. Tövsiyə edirəm ki, telefonunuza qətiyyən kənardan tətbiq yükləməyin. Yəni biri var Play Store-dan, App Store-dan falan yükləyirsiniz. Biri də var Android telefonlarda APK yükləmə deyə bir şey var. Bunlar var. Çalışın bu APK-dan falan da uzaq durun. Çünki belə APK yükləməklə, misal üçün gedib GTA 5 yükləmək istəyirsiniz, yəni GTA 5-in mobil versiyasını falan axtarırsınız. Telefona oyun yükləyirsiniz APK olaraq və bu da gəlir bərabərində özü ilə bir yerdə casus tətbiqlər falan da yükləyir. Çalışın belə şeylərdən də uzaq durun. Bunlar da ziyandır və yaxud da yükləyəcəksə APK formada çalışın təhlükəsiz və güvənilir saytlardan yükləyin. Bir-iki videomda bu haqqda məlumat vermişdim. Yəni çalışın yükləyərkən bu məsələlərə də diqqət edin. Bir də əlavə olaraq da telefonunuzda istifadə etdiyiniz sosial şəbəkə hesabları olsun və yaxud da bank məlumatlarınız olsun, Google hesabınız falan olsun, bunları da hesablarınızda qoruma altına alarkən diqqət edirsiniz ki, misal üçün sizin bir nömrəniz var, satış nömrəsidir və bunu TikTokda, Instagramda, YouTube'da falan paylaşırsınız. O nömrə ilə həmin hesabı qoruma altına almayın. Yəni özünüz bilirsiniz, telefon nömrəsi ilə hesabı qoruma altına almaq olur. Çalışın o formada insanların gözü önündə olan hər dəqiqə insanlar o nömrəni gördüyü halda siz o nömrəni götürüb təhlükəsizlik qoruması kimi əlavə etməyin. Bu da çox vacib məsələdir ki, çünki bütün həmin o nömrəni bütün istifadəçilər görür. Casusların, dələduzların əlinə keçsə, o nömrədən sui-istifadə edə bilərlər. Yəni bu da vacib məsələdir. Əlavə olaraq da siz telefonunuzda istifadə etdiyiniz sosial şəbəkələr olsun və yaxud da hesablar olsun, onlarda hamısında eyni şifrəni istifadə etməyin. Misal üçün mən öz YouTube səhifəmə və yaxud da TikTok səhifəmə hamısına eyni şifrəni qoysam, misal üçün Texnoklub altdan xətt 1, 2, 3, 4 deyə bir şifrə qoysam, bunu əlbəttə ki, rahatçılıqla ələ keçirtmək olar. Birincisi həm şifrə rahatdır, həm də ki, bütün səhifələrə əlavə etmişəm deyə YouTube kanalımı oğurlayan bir istifadəçi gəlib mənim Instagramımı da, TikTokumu da və yaxud da digər sosial şəbəkələrimi də oğurlaya bilər. Ona görə də buna da diqqət edirsiniz. Bu da ciddi məsələlərdən biridir. Bəli dostlar, sizə verəcəyim məlumatlar bunlar idi. İnşallah bu video sizin üçün faydalı olmuşdur. Bunun kimi faydalı videolarımız kanalımızda var. Bizə dəstək üçün aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tuta bilərsiniz. Ekranda da 2 dənə video qoymuşam. Diqqətinizi çəkən varsa içində daxil olub birinə baxa bilərsiniz. Sağ olun, salamat qalın.